Mən Əsədov Kamil Hamiloğlu. Azərbaycan Milli Qəhrəmanı Malik Əsədovun qardaşıyam. Bugünkü günə Yevlax rayonunun Havarı kəndi 2 yerə bölünür. Yarısı verilib Mingəçevir şəhərinə, yarısı qalıb Yevlaxda. Mingəçevir ərazisine verilən ərazidə abadlıq işləri getdiyinə görə Yevlax tərəfə gedilmir. Ona görə də bizim kəndin cəmaatı öz vasitələri hesabına qardaş yığılıb pul ailənin qrupundan gücünə çıxan yığılmışıq ki, yəni bu yolumuzu, izimizi düzəldək. Allah uzaq eləsin. Pacarlı maşını, bir yangın olsa pacarlı maşını gəlmir. Xəstəmiz olur, ölümcül vəziyyətində skor maşını gəlmir. Bir maşın xahiş edir ki, taksi gəlsin kəndimizə, yenə gəlmir. Ona görə də bugün kəndin cəmaatını Allah canını sağ eləsin ki, qardaş, köməlik eləyirlər bu yollarımızı düzəldirlər. Benim oğlum Natik Zamanoğlu. Mingəçevir şəhərinə bizim Havarı kəndini yartını veriblər. Bir qalmış ortalıqda. Biz bilmirik, Kantrayına baxırıq. Bizim rayonun yatı kimdir? Bir de bir yer duran gerek. Böyle duran bilmirlər. Axırı kənd cəmaatı məcbur olub özümüz böyle ölçümüzün de saati hesabına yol gəldirir. Traktör gətirir, daş fırlatır. Valla pisine qaldır. Əgər bize de bir yer çıxan bir rayon olsa, devlet əlaqədar qurumlar bize de bir rəhbərlik yapır. Bize de desinlər ki, Asfalt çəkilsin, dağların başından her yeri düzəlir ama bu böyle şəhəri bölümü olan gələ bilmirik. Şəhərdəyik, yıllar görmür. Uşaqlarımız orada təhsil alır. Ələkbər Sultan Fırdosoğlu Havarı kənd sakini. Qardaş, 40 ildir bu kəndin yolu Sovet hakimiyyətinin vaxtından çəkilən yoldur. Sovetlər Birliğinin vaxtından çəkilən yoldur. Azərbaycan 40 ildir müstəqildir, 40 ildə bu kəndə maraqlanan olmuyor ki, kəndin yolu nə gün nədir? Hansı güzəranla yaşayıb kənd cəmaatı? Yağış yağdı, qar yağdı, kəndinə girmək mümkün deyil. Nə taksi gəlir, nə qonaq gəlir, nə qara gəlir. Heç kim maraqlanmır bu kəndin yolundan, heç kimin də vecinə deyil. Kəndin yarısı Mingəçevir şəhərinin ərazisinə verilibdir. Mingəçevir şəhərə bəli, baxır, kəndin lazım olan yerləri, özlərinə aid olan yeri düzəldib, qalanla qalıb xaraba gündə, bərbad günündə. Aidiyyəti qurumlardan, Azərbaycan yeni yaranmış Azərbaycan Respublikasının aidiyyəti qurumlarına xahiş edir ki, bizim bu kəndin yolunu düzəltsinlər, bərqərar eləsinlər. Mingəçevir bərpa eləyir, lakin çox təəssüflüsünə deyirəm ki, başqa rayon bizə baxıb eləmirlər. Baxımsızlıq ucbatından bərbadına qalmışıq. Yevlax rayon bələdiyyəsi, Sir kənd bələdiyyəsi, Havarı kəndin bələdiyyəsi bununla bağlı məsələ, yəni müraciət eləmişik. Maddi yerə durmu yaxşıdır ki, o bələdiyyəni bizə bu kəndinə bələdiyyə. Və yaxşı, Yevlax rayon icra hakimiyyəti, kənd nümayəndəsi maraqlanıb mı buradan bağlı? Xeyr, heç bir aidiyyəti qurum təklif sürmür, eləməyibdir, cəmaat eləndə cəmaatlarla, kənd cəmaatlarla aidiyyəti qurumlara xahiş edir ki, bu kəndin yolun düzəltsinlər, asfalt dağı dərəni düzəldiblər, asfalt edirlər. Kənd Azərbaycanın mərkəzində yerləşir bu kənd, lakin baxım yoxdur, baxımsızlıq ucbatından itib batırıb bu kənd. Mingəçevir şəhərin biləcəkləri, yolun gələn altında böyle tanırıq ki, kəndimizi bərbad bir yoluna baxır. Yəni bura Yevlax rayon ərazisidir, düzdür? Mingəçevir küçük deyil, bizi Yevlax tanıyan yox. Mingəçevir öz ərazisini abadlaşdırır, düzdürmü? Amma bu... Biz cənab prezidentimizdən də xahiş edirik. Yəni, məsələ qalxıbdır, kəndin yarısını veribdilər. Mən də bir milli qəhrəman oğlu kimi xahiş edirəm. Ümumiyyətlə, Havarı kəndini birbaşa Mingəçevir şəhərinə həvaləsinə versinlər. Nə mana sahibi olsun. Onda belə sizin danışıqdan belə düşünürəm ki, Mingəçevir şəhəri icra hakimiyyəti olaraq öz ərazisini abadlaşdırırlar. Bələdiyyəsi olaraq öz ərazisini abadlaşdırır, amma Yevlax olaraq abadlaşdırmır. Düzdürmü qardaş? Sizin fikriniz buydu, değil mi? Biz işindən şikayət eləmək Məsələn, bir xəstəxanaya lazımdır da. Sən gəlirsən deyir, Yevlaxdan gəlmir, amma bizim işləyənimiz də... Siz müraciət edirsiniz də, şikayət deyil, müraciət. Xahiş edir, Hamısı Mingəçevirlə əlaqədar. İşləyənimiz də, xəstəmiz də çatırır, hamısı Mingəçevə gedir. Hamısı Mingəçevirdə alır. Hamısı verilsin Mingəçevir şəhərinə. Yevlaxda heç bir əlaqəmiz yoxdur. Bir dənə kəndi iki yerə bölünür. Mingəçevir şəhərinin mərkəzindən bizim kəndin arası 4 kilometr. 4 kilometr məsafədə yaşayırıq. Bugünkü gündə bizim bax, şəhidimiz var, nə bilim mən, ölümüz var, dilimiz var, yasımız var.
Kim nəsə deyəndə ki, Hava kəndinin 13 şəhidi var. Bir danış. Yəni bura yığılmaqda kimləsə şikayət yoxdur. Biz birbaşa cənab prezidentdən xahiş edirik ki, məsələyə bir dənə də baxış keçirsinlər. Bu kəndin Sizin ümumi milli qəhrəmanın qardaşı, sizin qardaşınız harda dəfn olunub? Yevlaxran Havarı kəndi. Havar kəndində. Gəlçanlığında, bəli. Hə, yəni demək istəyirəm ki, yəni sizin istəyiniz budur ki, Yevlax rayonu Mingəçevir ərazisinə yaxın olduğuna görə Mingəçevir ərazisinə verilsin, düzdürmü? Kənd, Havarı kənd. Havarı Səsini kəndi. veribdir. Yarısı verilib olsa, yarısı Yəni yarısı verilibdir və orada da abadlıq işi gedir, Orada düzdür? bəli, abadlıq işi gedir. Yəni burada Lazımlı tədbirlər görülür orada, bəli. Yevlax ilə bir canə qalır. Yevlax heç bir də yaxşı. İşçilərimiz də oradadır, təhsil alanlarımız da oradadır. Bütün əlaqələrimiz Mingəçevirlə bağlıdır. Hər şeyimiz Mingəçevirlə. Uşaq da məktəbi ora Heç bir gedir. əlaqəmiz yox.